Hörmətli və əziz qonaqlar, əziz Siyəzəl cəmaatı, xoş gördük sizi bu müqəddəs toy məclisində. Bugün Abdullah bəyin təbrikinə toplaşmışıq. Adətən buna kiçik toy deyirlər, məncə bundan böyük toy yoxdur. Ona görə bu müqəddəs toydur ki, ömürdə bir dəfə olur. Və İbrahim Xəlil Peyğəmbərdən qalmış müsəlmanlıq dünyasının paklıq, təmizlik mərasimi bu gün həyata keçirilir. Və bu bir nəslin, bir soykökün iştirakı ilə, yəni bugün Musa həkimi Ramiz öz evladına kirvə dəvət eləyib. Buna qan qohumluğu deyirik. Bütün qohumluqlar pozula bilir. Hətta toy olan gəlin görürsən, Şadlıq sarayından çıxanda Lemizona, Mercedes-ə minmək əvəzinə bir zapıda ya Moskviç dotda aradan çıxdı.
Çünki könülsüz veriflər getmir. Amma bu toy isə müqəddəsdir. Bir dəfə olur və Ramiz müəllimin öz evladına verdiyi ən müqəddəs valideyn ata borcudur. Mən bütün Siyəzən cəmaatına minnətdarlıq bildirirəm ki, biz bugün Siyəzəndə bir Siyəzən və bir Kəlbəcər həyatı yaşayırıq. Bura həm də ziyarətgahdır. Bu ziyarətə toplaşıb gələn hər birinizə can sağlığı arzu edirəm. Vətən böyükdür. Səma geniş məfhumdur. Yer kürəsi isə məhduddur. Onun neçə hissəsi sudur, okeandır. Hətta donan, əriyəndə dünyanı su götürən Şimal Buzlu okeanı var qarşımızda. Oğul üçün Azərbaycan adlanan məfhumun bütün sahələri onun üçün vətəndir. Siyəzəni özünə vətən saymayan Kəlbəcəri, Göyçəni, Qarabağlıdırsa Ağdamı, Bakılıdırsa Bakını özünə vətən saya bilməz. Çünki bu bütün bir bədəndir. Bədəninin harasına bir tikan batsa, harası yaralansa, ürəkdən o ağrı eyni səviyyədə keçir. Və Azərbaycanımızın, Türk dünyamızın hansı sahəsində bir çatışmamazlıq olsa, o bizim qəlbimizdən qara qan kimi axıb gedir. Bugün mən fikir verirəm ki, Ramiz müəllimin iş yoldaşları burada onun köməyində durub. Siyəzən cəmaatı buradadır. Mən ilkinə gələndə bizi qarşılayan siyəzənlər oldu. Qoy bütün Azərbaycan xalqı bir-birinə dost olsun. Hansı ki, Ulu Tanrı, Yaradan Allah əsrarəngiz dünyamızı öz məhəbbətindən, öz şəfqətindən yaradıb. Və o məhəbbəti əsasında Adəmi yaradıb. Allah Taala'nın ən böyük şah əsəri Adəmdir. Adəmə nəfəs verdi, nitq verdi, ruh verdi, bəşəriyyətə bilik verdi. Kəşf bəxş elədi. Saraylar tikməyi, təyyarələr, qırıcılar, atomlar, nüvələr yaratmağı kəşf elədi. Amma demədi ki, bunu bir-birinizə atın. Demədi ki, bir-birinizin qəlbinə dəyin. Mən hamımıza Ulu Tanrının insanlara bəxş elədiyi məhəbbəti arzu edirəm. Qəlbə dəyməyə nə var? Qəlbi yıxmaq asaddır, bir könlü qurmaq. İbrahim Xəlil Peyğəmbərin Allah Taala'ya tikdiyi Kəbə evini tikmək qədər ağırdır, çətindir. Ramiz qardaşıma eşq olsun ki, o bu qədər başına zənginlik var, dövlət toplaya bilib Siyəzən elində. Mən balaca Abdullah'ı təbrik edirəm. Bugün biz xalqımıza bir oğul veririk. Bugün biz milli ordumuza bir əskər bəxş edirik. Abdullah'a müsəlmanlıq vəsiqəsi bəxş edirik. Qoy o adı yaşatsın, Azərbaycan oğlu kimi böyüsün. Təkcə Kəlbəcərli olub qalmaq olmaz. Mən Göyçədənəm. Mən Göyçəli kimi qalmışamsa nəzirəm Siyəzəndə, Bakıda. Oğul bütün dünyanın oğlu olmalıdır. Bənnalıqla, adicə müdrik çobanlıqla, qaynaqçı olmaqla, şərt alim olub akademik olmaqda deyil. Tutduğum mövqedə sizin hamınıza və mənim özümə vətəndaşlıq hisslərini arzu edirəm. Həyatda vətəndaş olmaq, atya, anaya oğul, mənsub olduğun xalqa arxa olmaq deməkdir. Bugün biz Ramiz qardaşımızı təbrikə toplaşmışıq. Mənlə gələn Ziyadxan müəllimdir, gözəl oxuyandır, gözəl oxuyan qardaşımızdır. Uzun vaxt Almaniyada müalicədə olub və onu da buraya bugün bir dəli dağüstü su taxta Kəlbəcər həsrət sürüb gətirib. Həm də biz Siyəzən torpağına səcdə qılmağa gəlmişik ki, bizim el oğlumuza o burada yer verə bilib, ona arxa dura bilib, onun burada bu şadlıq sarayında toy eləməsi üçün bu el çox böyük zəhmət çəkib. Gəlin əl çalaq Siyəzənlilərin ünvanına, Siyəzən cəmaatını alqışlayaq, çox xahiş edirəm. Yenə də yamyaşıl geyinir dağlar. Göz kimi durulur ayna bulaqlar.
Əriyir quzeylər döşündəki qar, yağış da ısladır o göyşə məni, təbiət ilhama çağırır məni. Ürək dil açır ki, sönməmiş odum, hücuma başlayır mənim söz ordum. Könüllər mülkündən minxana qurdum, unutmaz aləmdə sevən sevəni, məhəbbət ilhama çağırır məni. Aynəbənd evlərin eyvanı sərin, yuyunur qoynunda al şəfəqlərin. Hər batan axşamın, doğan səhərin, hüsnü salamlayır al pəncərəni, səadət ilhama çağırır məni. Şirvanda sayrışır bağlar, bağatlar, şənliklər yanında kişnəşir atlar. Gəlir bölük-bölük ellər, elatlar, əli ilə kəşf edir hər dəfinəni, bu sənət ilhama çağırır məni. Mən yaranmamışam göylər övladı, əzəl qismətimdir torpağın adı. Bu eşqin çoxuna qismət olmadı, şairim, aç, söylə söz xəzinəni, şeiriyyət ilhama çağırır məni. Muvana su gəlir, milə su gəlir, yığılıb öz eli, ulusu gəlir. Torpağa insanın arzusu gəlir, bağrıma basıram ana vətəni, bu ülfət ilhama çağırır məni. Ürək dil açır ki, sönməmiş odum, hücuma başlayır mənim söz ordum. Könüllər mülkündə minxana qurdum, unutmaz aləmdə sevən sevəni, məhəbbət ilhama çağırır məni. Məhəbbət məqsədi ilə qurulan şənlik məclisimiz mübarək olsun. Mən bizi tarixin yaddaşına köçürən bu operator qardaşlarıma, video çəkənlərə minnətdarlığımı bildirirəm. Və Siyəzəndə gəlib gözəl belə bir ansambl görəndə mən sevinirəm. Mən içəri girəndə o klarnetin qara neyin səsi mən aldı, qarmonun həzinliyi və bu oğlan fikir verin, bir uvertura çaldı bu Royalda. Valla mən Bakıda bəzən ən böyük toylarda bu qədər mən belə gözəl ansambl görə bilmirəm. Mən arzu edirəm oxuyanlarımız da yaxşı olsun, Aziyat xan. Sözü sizə verirəm, kirvələri, qohumları, canciyarları sən biraz özələnəndən sonra rəqsə dəvət eləyərsən. Mübarək olsun. Mən bir daha təbrik edirəm bu toyu. Mən Ramizə minnətdarım bildirəm ki, mən sənətkar olsam da, mən haradasa Alqayət müəllimlə toylarda görüşürəm. Ay Ramiz, mən sənə minnətdarım bildirəm ki, sən bu günləri Alqayət müəllimi dəvət eləmişsən bizim ağsaqqal kimi bu toya. Alqışlayaq Alqayət müəllimi. Alqayət müəllim bütün Azərbaycanın fəxridir. Mən bayaq dedik kimi Almaniyada müalicədən gəlmişəm. Almaniyada rayonuna baxmayaraq kim gəlsə mənə deyirdi Ziyadxan müəllim. Alqayət müəllimin telefon nömrəsini bilirsən, o mənim üçün bəxtəvərlik oldu. Və bu günlər mənim üçün bəxtəvərlidir ki, Ramiz qardaşım minnətdaram ki, Alqayət müəllimi dəvət edib öz balasının kişi toy məclisinə. Mən bu günlər alqışlayıram Amışov Abdullah kişini. Alqışlayaq Abdullah kişini. Arzu edirəm ki, o kişi həmişə belə cavan qalsın, həmişə biz onunla fəxr edəyək. Və mən bir də bilməyənlərə açıqlamaq istəyirəm ki, mən o ailənin, Abuşovlar ailəsinin elə bir ki, oğluyam. Mən özümü elə hiss edirəm və bu günləri sizlərin qulluğunda hazıram. Öz mahnılarımla, sözlərimlə. Ürəkdən təbrik edirəm Ramiz. Uzun ömür can sağlığı, balaca Abdullah'a. Arzu edirəm babasının adını doğrusun, atasının adını doğrusun. Və çəkdən danışma eləyə saatın, mağaraya fəryada dönəsiyəm mən. Və çəkdən danışma eləyə saat, mağaraya fəryada dönəsiyəm mən. Məğrurət ağlarım gömlü seyfəti, ağlar ağlarına sinəsiyəm mən, sinəsiyəm mən.
Kiməm nalədən miyəm axı, sam miyəm miyəm axı, güneş deyiləm ki sen miyəm axı, insanam torpağa dönəsiyəm mən ey, insanam torpağa dönəsiyəm mən oy oy oy. Derdim denizlerden, deryadan derin, şikayet bir oda yan serin serin. Derdim ay denizlerden, deryadan derin, şikayet bir oda yan serin serin. O dünyadan bey ayaklarım şah gel becerin. O dünyadan bey şah gel becerin. Ne yaxşı bir kiçikdən əziyəm mən, əzirəm vətən yaxşı. Şeyməyə işiniz keçən yaxşı, kəndməyə, kef eyləməyə qərb ölkəm, ölməyə vətən yaxşı yadim.